Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə Murad Rəşidovun ədəbiyyat vəsaitindən Rəsul Rızanın seçilmiş əsərləri başlığı altında verilən testlərin izahına baxacağıq. Birinci test. Çınar ömrü şeiri ilə bağlı səhv fikri müəyyən etməliyik. İnsan mənəviyyatı, onun həyat mövqeyi rəmzlər şəklində dəyərləndirilir. Bu fikir doğrudur. İnsanın mənəviyyatı Çınarın simasında öz əksini tapmışdır həmin şeirdə. Şeirin adı, insanı düşündürən ciddi mətləbləri, orijinal seçilmiş forma və bədii təsvir vasitələri ilə diqqəti cəlb edir. Bu doğrudur. Yəni nəzm şəklində yazıldığı üçün şeirdə bədii təsvir ifadə vasitələrinin diqqəti cəlb etməsi mütləqdir. Ciddi mətləblər mütləq var insanı düşündürən. Çünki Çınarın simasında insan ömrünə nəzər salınır və burada da təbii ki, insanın necə yaşaması ilə bağlı mətləblər öz əksini tapır. Eləcə də şeirin adı. Bu fikir də doğrudur. Sənətkar öz niyyətini açıq şəkildə əks etdirir. Baxın, bizim yanlış fikrimiz burada olacaqdır. Çünki açıq şəkildə yox, mətnaltı mənalar burada öz əksini tapdığı üçün gizli şəkildə öz fikrini, niyyətini elan edir orada müəllif. Bu niyyət də nədən ibarətdir? Çınarın əslində bir insanı özündə əks etdirməyi, bir insan ömrünün, yəni bir insan ömrü ilə Çınarın ömrünün bərabərləşdirilməyi idi. Yəni niyyət bu idi. Şeirdə insanı düşündürən bir çox suallara cavab axtarılır. Yəni, insan necə yaşamalıdır? Ləyaqətli insan ömrü necə olmalıdır? Bu fikir də doğru. İnsanın ömrü insan kimi yaşamağa, özündən sonra bir iz qoymağa insanları çağırır. Bəli, doğrudur. Ləyaqətli yaşamağa çağırmış olur. Çınar ömrü şeirində nöqtələrin yerinə yazıla bilməz. Lirik qəhrəman, diqqətli olun, lirik qəhrəman haqqında tapmalıyıq. Yəni, və yazıla bilməyənim. Ömrünü acizlik, qorxu bilmədən yaşayan Çınarın ömrü kimi yaşamaq istəyir, bəli. İllərin sayına görə yox, məhz ləyaqət, qürurla yaşamaq prizmasından yanaşır və bu cür ömür arzulayır özünə. Bu fikir doğrudur, lirik qəhrəman üçün keçərlidir. Ömrünü illərin sayına görə yox, indi dediyimiz fikirdir. Çınar kimi xatirələrdə yanğısının, izinin qalmasını istədiyi üçün, yəni belə istəyir. Bu da doğrudur. Ömrünü kimsəyə əziyyət vermədən yaşamaq istəyir. Bu fikirdə öz əksini tapır həmin şeirdə. Ömrünü kimsəyə baş əymədən, heç giləyə enmədən yaşamaq istəyir. Bəli, deyir ki, elə bir ömür istəyirəm ki, kimsəyə baş əymədən, yəni yaşayım həmin ömrü. Ölüm onu birdən yox, pöhrə-pöhrə, yarpaq-yarpaq haqlamışdı. Baxın, bu fikir lirik qəhrəmana aid olan fikir deyil. Bu Çınara aid olan fikirdir. Ölüm onu birdən-birə yox, pöhrə-pöhrə deməli haqlayır. Ümumiyyətlə, şeirdə belə bir məna var ki, yəni Çınarın simasında yenə də qeyd edirik, insan ömrü burada canlandırılıb. Ölüm insanla hər zaman bir addımlayır. Əslində biz doğulduğumuz andan etibarən ta öldüyümüz vaxta qədər ölüm bizlərlə birgə addımlayır. Hər ad günümüzdə, hər bir ildən bir biz ölümə bir addımda yaxınlaşırıq, lakin bunu hiss etmirik. Eləcə də ölüm Çınarla elə ilk gündən birlikdə addımlayırdı. Amma Çınar bunu duymurdu. Necə ki, insan bunu duymur, anlamır. Cavabımız burada olacaq Y variantı. Baxırıq 3-cü testə. Klass yeri tamamlayın. Burada bir balaca qarışıqlıq var bu hissədə, şərtində. İndi diqqət yetirək. Yoxluğu insanların qəlbində bir həzin xatirə kimi qalır. Çınar ömrü şeirindən söhbət gedir. Retrospektiv üslubda yazılmışdır. Yəni, retrospektiv də keçmişə qayıdış motivində yazılmışdır deməkdir. Və bu da Çınar ömrü şeirinə aid olan xüsusiyyət deyil, bu aiddir Qızılgül olmayaydı poemasına. Deməli, fikrimizin biri bizim yanlışdır, bir balaca qarışıqlıq var. Nəsə şərtdə mexaniki şəkildə bu formada yazılıb, ona görə baxaq, uyğunlaşdıraq, yəni variantın nə olduğunu. Müəllif təhkiyyəçi kimi çıxış edir, şahid olduğu hadisələri səmimi etiraflarla qələmə alır. Bu, Çınar ömrü şeirində deyil, Qızılgül olmayaydı poemasındadır. Bunu tutaq ki, Çınar ömrünə aid etmədik. Sərbəst vəzində yazılmışdır, bu Çınar ömründə öz əksini tapan məqamdır. Çınarı fırtınanın, qasırğanın qarşısında əyilmədiyini həzin bir dillə çatdırır. Doğrudur. Deyir ki, nə fırtınada, nə də qasırğada Çınar əyilmir. Bu fikir var həmin şeirdə. Çınarın əyilməzliyinin kökündə dayanan səbəbin torpaqla bağlılığını poetik dillə ifadə edir. Bəli, deyir, yaşadı Çınar kimi, müdrik babalar kimi. Yəni kökləri torpağa möhkəm bağlı olduğu üçün Çınar dayanır. Bu da doğrudur. Şair Çınarla ölən xatirələrində yanğısını ifadə edir. Şair Çınarla belə bir fikir Çınar ömrü şeirində yoxdur. Yəni Çınarla ölən xatirələrində yanğısını ifadə edir fikri yoxdur. Burada cavabı A variantı verib müəllif və yəqin ki, nəzərdə tutur ki, retrospektiv üslubda yazılmayıb bu fikrə əsaslanaraq və
yəni bizdə klasterdə o həmin fikrimiz yanlış olduğu üçün aşağıda da biz həmin şeirə, Çınar ömrü şeirinə aid olmayanları, yəni yanlışları seçmiş oluruq. Əgər bu prizmadan yanaşsaq 1 və 5-i belə götürürük. Əsas fikirləri təhlil etməkdir və biz də təhlil etdik. Çınar ömrü şeirində nöqtələrin yerinə yazıla bilər. 500 ildən az yaşayır. Bu doğrudur. Çınar 499 il yaşayır. Ümumiyyətlə, hər bir testdə dərindən oxuyun həmin mövzunu. Hər bir testdə onu yoxlayırmış kimi yanaşın. Yəni, sadəcə fikirləri təhlil edərmiş kimi yanaşın. Ölümü yazda baş verir. Xeyr, Çınarın ölümü olur qışda, lakin insanlar bunu yazda sezmiş olurlar. Kölgəsi çəmənlərə sərilmir. Bu da doğrudur. Deməli, bunlar yanlış, bu doğru. 1-3 bizdə doğrudur. Davam edirik. Dodaqlarda bahar nəğmələri qalır Çınarın. Bu fikir də doğrudur. Kaş bir il yaşayaydı deyə bir arzu qalır. Bəli, Çınardan sonra qalan bir arzudur. Deməli, 2-dən başqa digər fikirlərimiz doğru oldu. 1, 3, 4, 5 cavabımız oldu D variantı. Klasterə əsasən uyğunluğu müəyyən edin. Deməli, tam cavabı istəyir bizdən. Yazılı ədəbiyyat nümunəsidir. Çınar ömrü və Mən bizim anaları günəşlə tən tuturam əsərim. Birin yerində A və B-dən ya biri ya da hər ikisi yazıla bilər burada. Və 2-də isə onlara aid olan fikirlər. İndi ola bilər hər ikisi yazılsın. Əgər ikisini də biz bura yazmış olaraqsa, məsələn A və B-ni yazırıqsa, sırf 2-də bunların hər ikisi üçün ortaq olan cəhətlər yazılacaq və yaxud da tək-tək də yazıla bilər. Yalnız Çınar ömrü və ona aid olan fikirlər, yalnız Cabir Novruzun şeiri və ona aid olan fikirlər. Yəni sxemi əvvəlcə beynimizdə təhlil edək. Şair insanları, indi uyğunlaşdırırıq. Şair insanları özündən sonra bir iz qoymağa çağırır. Bu Çınar ömrünə aid olan məqamdır. Deməli, A-nın qarşısında C-ni yazırıq. Şair saçını bir gecədə ağappaq hörənlərə əyilmək istəyir. Bəli, bir gecədə saçını ağappaq hörənləri deyərək elə bir misra var. Deməli, D-ni də yazdıq bura. Şair, müdrik babalarımızın mənalı ömür yaşaması rəmzlərlə ifadə olunub. Bu da aiddir Çınara. Çınara eni yazdıq Çınarın qarşısına. Bir gün təbiətin yoxsunun qaçması lirik qəhrəmanı çox düşündürür. Belə bir fikir yoxdur heç birində. Baxın, F-yə variantlardan rahat çıxa bilərik. İndi baxırıq. 1-ə A, 2-yə C-yə yazılan variantımız varmı? 1-ə A yazılsın, 2-yə C-yə. Elə bizim A cavabımızda, A variantımızda bu məqam var. Və yaxud da 1-ə B, 2-yə də D yazılmalıdır. Belə cavabımız isə yoxdur. Deməli, bizim klasterimizdə Çınar ömrü yazılmalıdır. Keçirik indi digər şeir testə. Uyğunluğu müəyyən edin. Qızılgül olmayaydı poeması ilə bağlı olan fikirlər. Təhkiyyətçi bəzən ona ağır olsa da ürəyini boşaldır. Lakin bir anda olsa əsas məqsəd, mətləb unudulmur. Bəli, bu fikir Çınar ömrü Qızılgül olmayaydı poemasında öz əksini tapan məqamdır. Kənara çıxmalar olur, amma əsas mətləbdən, qayədən bir addım belə müəllif uzaqlaşmır. Bu fikir doğrudur. Sonra, poemada o dövrdə öz dostlarına düşmən kəsilən insanlar haqqında danışılmır. Elə məqam burada danışılmır. Bu səhvdir, poemada o dövrdə öz dostlarına düşmən kəsilənlər var idi təbii ki və onlar orijinalda öz əksini tapan məqamlardır. Dilbər obrazı ilə bağlı deyilən bir neçə cümlə onun haqqında aydın təsəvvür yaradır. Bu fikir doğrudur. Yanlışın altında yazıldığı üçün götürmürük. Totalitar rejimin qeyri-insani siyasəti ifşa olunur. Bu fikir də doğrudur, yanlışın altındadır. Deməli, uyğunluğu müəyyən edin dediyi üçün doğrudan doğru biri götürdük. Yanlışımızda bizim yanlış olmadığı üçün cavab qalır B variantı. Keçirik digər testə. Klasterə əsasən uyğunluğu müəyyən edin. Müəllif təhkiyyətçi rolundadır. Müəllif xatirələri əsasında yaratdığı obrazla ilk tanışlığının maraqlı olduğunu bildirir. Müəllif ədalətsiz bir hökmə görə xalqı ayağa qaldırmadığı üçün özünü qınayır. Deməli, bunlar Qızılgül olmayaydı poemasına aid olan cəhətlərdir. Baxaq indi. Və bizdən burada uyğunluğu istəyir. Müəllif məsələyə geniş anlamda yanaşmamışdır. Xeyr, Qızılgül olmayaydı poemasında müəllif yetərincə məsələyə geniş mənada yanaşır. Bu yanlış. Müəllif tərəfindən əsas qəhrəmanın həyat yoldaşına edilən müraciətlə əsərə bir qəzəb nifrət gətirir. Xeyr, qəzəb nifrət gətirmir. Əksinə, o Dilbərdən xahiş edir ki, ümumiyyətlə poema Dilbərə müraciətə yazılır, başdan ayağa. Yəni, bu orijinalında da öz əksini tapır. Bir neçə yerdə Dilbərə müraciət var orijinalda. Yəni, əksinə Dilbərdən onun susmamasını istəyir. Şair təsəllini əsas qəhrəmanın kitablarını və şəkillərini gizlətməkdə tapır. Xeyr, bunun orijinalında da bu məqam öz əksini tapıb. Təsəllini onda tapır ki, deyir, nə yaxşı ki, müşfiqin əleyhinə imza atanların içində mənim imzam yox idi. Bununla tapır təsəllini
Bu da yanlışdır. Şairi ürəkdən yandıran dərd, dərd əlindən insanın düşdüyü halıdır. Bəli, şair dərhal dərd əlindən tanınmaz hala düşən qadını tanıyır. Xeyr, dərhal tanımır. Əksinə deyir ki, daxil olan adamı tanımır, bir anda kitab açılır, bağlanır, gəlindi deyir, qoçaqsan, bu kitabın səhifələrinin arasından həmin səhifəni tapa bilirsənsə. Cavabımız olacaq burada D variantı. Yəni bunların içində doğru olan fikir. Keçirik digər testə. 8. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Müqayisə olunan çınar ömrü, oxşar cəhətləri. Deməli, biz uyğunlaşdırmalıyıq. Baxaq. Əsərdə insanları insan kimi ömür yaşamağa, özündən sonra bir iz buraxmağa çağırış var. Birinci, burada bütün variantlarda tal vardı və biz bəli talları buna uyğun götürə bilərik. Qısa yazaq, T hərfi ilə işarələdim. İkinci, Qızılgül olmayaydı poeması ilə bunların görə 2-də yazılanların hansı uyğunluq təşkil edir? Hər ikisində epik təhkiyəyə geniş yer verilmişdir. Hər ikisində epik təhkiyəyə. Dağlarda epik səsli qızdır. Hə, baxın, səsli qız bunlarda uyğunluq təşkil edir. Hər ikisində amma epik təhkiyəyə geniş yer verilmişdir fikri. Qızılgül olmayaydı poemasına aid deyil. Çünki orada epik lirik yox. Biz deyirik ki, bu poema lirik epikdir. Səsli qız epik lirikdir, amma Qızılgül olmayaydı lirik epik poema hesab edilir. Yəni lirik ünsürlər, lirikat daha ön plandadır. Ona görə 2 ilə biz heç birini uyğunlaşdıra bilmirik, çünki fikrin özü yanlışdır. 2-ni cavablardan çıxa bilərik. Digərinə baxaq. Qızılgül olmayaydı. Sonu nikbin notlar üzərində bitir. Sonu nikbin notlar üzərində. 3-ə baxırıq. 3-də görə hansı fikirlər var? C variantında ümumiyyətlə 3 yoxdur. D. Səsli qız. Səsli qızın sonu bəli. Nikbin notlarla bitir. Biz səsli qızı buna oxşar götürə bilərik. Deməli, hələ ki, bir D variantı uyğun gəlir, bir də Y variantı. Kimsəyə baş əyməməyi, kimsə arasında fərq qoymamağı ifadə olunub çınar ömrü. Kimsəyə baş əyməmə məsələsi çınar ömründə öz əksini tapan məqam idi. Baxaq. Və bir də 3-də burada həm də Heydər Babaya salam poeması göstərilib, sonu nikbin notlar üzərində bitir. Hə, bu da uyğunluq təşkil edə bilər. Kimsəyə baş əyməmək. Bəli, Dağlar şeirində bu məqam var. Dağlar şeirində dağlarda bədbin ruh. Baxın, fikir verin. Dağlar bədbin ruh yazıldığı üçün burada sırf 2-ci dağlar qoşmasını nəzərdə tutur. Dağlar nikbin ruh yazıldığı üçün burada 1-ci dağlar qoşmasını nəzərdə tutur. Məqam idi deyir. Deməli, o məqam baş əyməmək məsələsi var idi dağlar qoşmasında və 1-ci dağlar qoşmasında. Sərdara söz deməz, şaha baş əyməz fikri. D-ni də variantdan bu formada çıxırıq. C-ni də ona görə çıxırıq ki, bizim 3-də olan, axı bizdən tam cavab istəyir. 3-də olan fikirlərimiz ödüyür. Yəni, 3-cü fikirlə Səsli qız Heydər Babaya salam poemaları uyğunluq təşkil edir. Tam cavab deyil, yəni C tam cavab deyil. Ona görə biz yeni doğru cavab kimi götürə bilərik. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Dilbər obrazı ilə bağlı deyilən bir neçə cümlə onun haqqında aydın təsəvvür yaradır. Təbii ki, aydın təsəvvür yaradır və Dilbər özü kimi repressiya qurbanlarının, həyat yoldaşlarının, ailə üzvlərinin ümumiləşmiş surəti idi. Nimdaş palto. Bəli, bu haqda təsəvvür yaradır. Yəni, Dilbərin nimdaş palto ilə gəlməyi onun haqqında təsəvvür yaratmış olur bizdə. Bunu götürürük. Rəngi solmuş kəlağay. Rəngi solmuş kəlağay orada təsvir olunmur. Deyir, başında şal var idi, nə yundu, nə ipək. Yəni, kəlağaydan söhbət getmir. Vaxtsız ağaran saçlar, bəli. Bu doğru. Quyuya düşmüş gözlər. Bu fikir doğrudur, amma yanlışın altında yazılıb. Hər an ağlamağa bəhanə axtaran bəxtsiz qadın doğrudur. Və yadda saxlayın ki, Dilbər müəlliflə görüş əsnasında ağlamır. Deyir, ağlamaq istəyir, oyuncağı qırılan bir uşaq kimi sanki. Amma özünü toxtadır, ağlamır. Lakin içəridən ki, Rəsul Rızanın həyat yoldaşı Nigar Rəfibəyli səsi eşidib gəlir, artıq bu iki qadın bir-birini görəndə qucaqlaşırlar və orada ağlayır artıq Dilbər. Bayaqdan özünü toparlayan Dilbər artıq ağlamağa başlayır. Deməli, 5-ci fikir doğrudur. Bulud kimi gözlər. Belə fikir yoxdur. Və yanlışın altında yanlışdan 6-nı götürürük. Doğrudan doğru 1-3, yanlışdan da yanlış 6. Cavabımız olduğu A variantı. Keçirik 11-ci testə. Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Səməd Vurğunun Vaqif dramı, Rəsul Rızanın Qızılgül olmayaydı poeması. Vətənə məhəbbət, milli mənəvi dəyərlərə bağlılıq. Deməli, bir yazılıb yalnız Vaqif əsərinə aid və biz bu fikri ortaq götürə bilərik əslində. Vaqif əsərində bu aydın məsələdir.
Qızılgül olma yaydı poeması da repressiya qurbanına həsr edilib. Yəni qırmızı terror mövzusunda yazılmış bir əsərdir. Burada yəni bəzi məqamlar var orijinalında da əsasən. Yəni vətənə məhəbbət, milli mənəvi dəyərlərə bağlılıq öz əksini tapır bu əsərdə. Bunu biz yazmalıydıq ortaya. Yəni hal-hazırda yeri yanlışdır. Azərbaycan mədəniyyətinin inkişafında rolu olan sənətkarın adları çəkilir, sənətkarların adları olmalıydı. Deməli, bəli, Vaqif əsərində bu məqam var. Bu doğrudur. Amma Qızılgül olmayaydı poemasında da var. Qızılgül olmayaydı poemasının orijinalında repressiya qurbanları olan başqa ədiblərimizin adları var. Mikayıl Müşfiq daxil olmaqla digərlərinin adları var. Ona görə də 2 olmalıydı ortaq fikir. 2-ni biz ortaq yazmalıydıq. Hər ikisində lirik ünsürdən istifadə edilib, 3 yazılıb ortada və bu doğrudur. Qızılgül olmayaydı poemasında Mikayıl Müşfiqin 2 şeirinə yer verilib, fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə öyle gəldi ki və bir də Oxutar şeirinə. Vaqif əsərində də aydın məsələdir, Vaqifin bir neçə şeirinə yer verilmişdir. Deməli 3 doğrudur. 3'ü götürdük biz doğru fikir kimi. 3 götürdük. Müəllifin keçirdiyi hiss, həyəcan əks olunub. 4'ü cavab olaraq müəllif verməyib, onu da düşünürəm nəyə görə. Müəllifin keçirdiyi hiss, həyəcan dedikdə, biz hiss, həyəcanın ifadə edilməsini hansı əsərlərə aid edirdik? Lirik əsərlərə. Vaqif dram əsəridir. Burada lirik ünsürlərə yer verilsə də, lirika yoxdur bu əsərdə. Yəni özünün dram əsərinin mahiyyətində yəni hiss, həyəcanın əks olunması arxa plandadır. Bu əsas aiddir subyektiv fikirlərin, hiss, həyəcanın önə çıxması lirik əsərlərə. Qızılgül olmayaydı isə poemadır. Janrına görə poemadır və poemada qarışıq janr hesab edilir. Burada həm lirika, həm də epiklik özünü göstərir. Məhz o lirika tərəfindən yanaşsaq, hiss, həyəcan əks olunduğu fikrini doğru götürərək biz bu fikri təkcə Qızılgül olmayaydı poemasına aid edə bilərik. Buna görə də 4'ü cavab olaraq götürməməliyik. Qırmızı terror mövzusunda yazılmış gözəl əsərdir. 5'in yeri doğrudur. Təkcə Qızılgül olmayaydı poemasına aid olan cəhətdir. Deməli 5'i də götürdük. Əsas qəhrəman Azərbaycanın sevimli şairidir. Bu da olmalıydı ortada. Vaqifə də, Müşfiqə də aid olan məqamlar da ümumiyyətlə yanlışdır. Cavab oldu C variantı 3 və 5. Klass seri Qızılgül olmayaydı poeması əsasında tamamlanan fikirləri müəyyən edin. Vətəni sevən şairlər siyasi rejim onlara qənim kəsdir. Deməli fikir doğrudur və bu test əsərin orijinalına əsasən yəni qurulmuşdur. Haqsızlığa məruz qalırlar. Bu doğrudur. Adları çəkilənlər haqsızlığa məruz qalırlar. Həm vətənləri, həm məsləkləri tərəfindən namərdliyə məruz qalırlar. Bu da var əsərin orijinalında. Üsyankardılar. Doğrudur. Yəni üsyankar ruhlu insanlar idi. Yəni bir sözlə fikirlərindən dönmürdülər. Xilas yolunu milli mənəvi oyanışda görürlər. Bu fikir də doğrudur. İşgəncələrə məruz qalırlar. Bəli. Deməli 13-cü test. Əsərdə Çınar ömrü hansı məqsədlə xatırlanır? Dəqiqə. Aha. Şərəfli insan ömrünün önəmli olması, bəli, bu məqsədlə xatırlanır. Şərəfli insan ömrünün əyilməzliyini göstərmək, bəli. Ümumiyyətlə Çınarın simasında biz bir müdrik, ləyaqətlə yaşayan insanı, yəni görmüş olmalıyıq. Məsələn, Niftalı Koxa kimi bir insan. Şərəfli insan ömrünün uzun olmasını göstərmək. Uzun olmaq məsələsi deyildi. Şərəfli ömür qısa da ola bilər, amma tək şərəfli olsun. Bu ona görə yanlışdır. Şərəfli insan ömrünün özündən sonra ürəklərdə bəli bir yanğı buraxdığını göstərmək, doğrudur, bir iz buraxdığını göstərmək. Özündən sonra adının qalması, iz buraxmaq məsələsi bir neçə əsərdə öz əslini tapır. Məsələn, Azərbaycan şeirində deyir ki, deyilən söz yadigardır, yəni səndən sonra söz qalacaq. Və yaxud da söz qəzəlində də eyni məqam var, deyir ki, sözü oyat ki, deyir, sözü canlandır ki, səni də əcəl yuxusu tutanda o da səni canlandırsın. Yəni səni gözəl sözlərinlə yad etsinlər, xatırlasınlar, təzədən sanki dirilirsən həmin vaxt. Və Heydər Babaya Salam poemasında bu cümlə var. Deyir, gedənlərdən bir söz qalar, bir də ad qalar. Sərbəst vəzində yazılıb, bu doğrudur. Amma bu məzmunla bağlı deyil, forması ilə bağlıdır. Şərəfli insan ömrünün kimsə arasında fərq qoymadığını göstərmək, belə bir məqam, məzmun yox idi əsərdə. Və şərəfli insan ömrünün də bir sonu olduğunu göstərmək bu məqam da yanlışdır. Yəni bunun bir sonu var təbii ki, amma əsərdə önə çıxarılan mahiyyət bu deyildi. Uyğunluğu müəyyən edin. Çınar ömrü. Mövzu. İnsan həyatı ilə Çınar həyatının deməli vəhdəti bu doğru. Təbiət hadisəsi vətənin gözəlliklərindən biri olan Çınarın quruması. Yəni mövzusu bu deyildi.
təbiət hadisəsi var idi, amma vətənin gözəlliklərindən biri olan çinarın quruması bu deyildi. Problem, yəni mövzudur, problemdir, ideyadır. Bunlara biraz daha ümumi məzmundan yanaşmalıyıq. Daha mətnaltı mənaları nəzərə alaraq yanaşmalıyıq. Problem, insan yaşayarkən qarşısına çıxan maneələr, sarsıntılardan üzü ağ çıxaraq şərəfli ömür yaşamağa çalışmalıdır. Bəli, problem kimi götürülə bilər. İnsan ömrünün önəmi onun çox və ya az yaşamasında deyil, gözəl yaşamasının önəmi. Bu, əsərin ideyası olmağa daha çox uyğundur. Yəni 4-ü buna görə götürmürük. İnsan yaşayarkən mübarizələrdən, ağır sınaqlardan sarsılmamalı, əyilməməyi, kökündən uzaqlaşmadan özündən sonra bir iz qoymağa deməli çalışmalıdır. Bəli, biz bunun əsərin ideyası kimi götürə bilərik. İnsan ömrünün önəmi illərin sayı ilə deyil, onun şərəfli və kişi kimi yaşamasıdır. Yəni əsl ləyaqətli bir insan kimi. Bunu da ideya olaraq götürmək olar. Yəni bizə çatdırılan, təlqin edilən fikir budur əsərdə. Cavabımız olacaq A variantı 1, 3, 5, 6. Yoxlayaq. 1, 3, 5, 6, bəli. Baxırıq. Deməli, bu məqam nöqtələrin yerinə kim nəzərdə tutulub? Bir də sən Dilbər. Deməli, Dilbər olmalıdır cavabımız. B variantı. Keçdik 17-ci testə. Əsl insan, deməli, klass yeri tamamlayırıq və tam cavab. Əsl insan ömrü özündən sonra iz qoyulmalıdır. Yəni, əsl insan odur ki, öz ömründən sonra bir iz qoysun. Bədii forma. Bədii forma deyil. Bu, klass yerdə yazılan fikir bədii formaya aid olan cəhət deyil, deməli, yanlış fikirdir və yanlışları axtarmalıyıq biz. Misradakı sözlər səpələnmiş şəkildədir. Bu fikir doğrudur, bəli. Səpələnmiş formadadır, çünki şeir, əsər sərbəst vəzində yazılmışdır. Sonra, qafiyə quruluşuna müəyyən sərbəstlik var. Təbii ki, sərbəst vəzində yazılıb. Əsl insan ömrünün yoxuşu şərəfli, enişi dözümlü olmalıdır. Aha, bu bədii forma olmadığı üçün götürürük. Çünki klass yerdə yanlışımız var. Misralarda qafiyələnmə müəllifin niyyəti ilə bağlıdır. Bəli, sərbəst vəzində yazıldığı üçün onun niyyəti ilə bağlıdır və Çınar ömrü, Qızılgül olmayaydı poemasında hər iki əsərdə qafiyələr həm çarpazdır, həm də dalbadaldır. Əsl insan ömrü acizlik, qorxu bilməməlidir. Bu da fikir olaraq doğrudur, amma klass yerimiz üçün yanlışdır və nəticə olaraq bizim cavabımızdır. Yəni bədii forma yazılıb, qabağında da məzmunu yazdığı üçün və biz də aşağıda yanlışları götürürük. 3 və 5. Ona görə cavab olur B variantı. Növbəti testə baxırıq. Klass yerə əsasən uyğunluğu müəyyən edin. Misraların uzunluğu, bölgülərin sayı fərqli olur. Sərbəst vəzinli şeirlərdən söhbət gedir. Misraların uzunluğu, bölgünün sayı fərqli. Deməli, keçmişə qayıdış və bizim burada iki əsərimiz var. Qızılgül olmayaydı və Vaqif dramı. Keçmişə qayıdış və baş vermiş olayların müəllifin dili ilə canlandırılması məzmununa güclü emosional ovqat qatmışdır. Bəli, Qızılgül olmayaydı poemasında öz əksini tapan məqamdır. A-nı yazdıq onun qarşısına. Başlıca xüsusiyyətləri qafiyə sistemində, misraların quruluşunda müəyyən sərbəstliyin olmasıdır. Bəli, bu da deməli, bu əsərə aid olan fikirdir. Baxaq. Əsərin əsas qəhrəmanlığı xalqın düşünən beynidir. Vaqifə aid olan cəhətdir. Əksər hallarda isə qafiyələnmə bir neçə misradan sonra özünü göstərir. Bu da aiddir Qızılgül olmayaydı poemasına. Deməli, F bura qeyd etdik. Baxırıq indi. 1-ə A yazsaq, 2-yə daha doğrusu 1-ə B yazsaq, 2-yə A, C, F yazılmalıdır. Belə cavabımız varmı? Tam cavabı dediyi üçün yazılmır. 1-ə D yazsaq, əsərin əsas qəhrəmanı 2-yə A-Y. A-Y-ni necə yaza bilər? Yaxud 1-dəki D yazılan fikir əsərin adı deyil. Ona görə bunu belə çıxırıq. F-i də çıxırıq, əsərin adı deyil. Y, Vaqif əsəri. A da fikirdir sadəcə. B-yə baxaq. B əsərin adıdır. Y və B arasına baxırıq. Deməli, 2-yə E-ni yazsaq, daha doğrusu 1-ə Y-ni yazsaq, 2-yə A və D-ni yaza bilmirik. 1-ə B-ni yazsaq, 2-yə A, C, F yazılmalıdır. Deməli, burada cavabımıza müəyyən qədər yarımçıqlıq var. Bir də oxuyaq. Keçmişə qayıdış və baş vermiş olayların müəllifin dili ilə məzmuna güclü emosional ovqat qatmışdır. Bu fikir doğrudur. A, C, F olmalıdır burada. A-nı da belə əlavə edək. Müqayisə cədvəlinə əsasən uyğunluğu müəyyən edin. Müşfiq təhkiyəçi. Saxta gülüşə inanan. Aha, müşfiq deyir. Bəzən, bəli, saxta gülüşlərə də inanırmış. Bu fikir doğrudur. Səmimidir. Bəli, müşfiq olduqca səmimidir, amma təhkiyəçi də səmimidir. Deməli, 2 olmalıydı burada.
İkini biz çıxdıq. İkini cavabdan çıxanda 2 olan variantları çıxa bilərik. Uşaq kimi inanan da təkcə Müşfiq idi. 5-i də cavabdan çıxa bilərik. Sonra özünü məzəmmət edir, təhkiyyətçi doğrudur. Gənc işçidə işləyir, hər ikisinə aid olan cəhətdir. Əziyyətli və fərəhli yaradıcılıq günləri yaşayır, ikisinə də aid cəhətdir. 1, 3, 6 doğru cavabımız olmalıdır D variantı. 1, 3, 6. Növbəti testə baxırıq. Deməli, poema haqqında olan yanlış, səhv fikirlər. Təhkiyyətçi bəzən ona ağır olsa da ürəyini boşaldır, lakin bir anda olsa əsas mətləb, məqsəd unudulmur. Fikir doğrudur. Bütün deyilənlər bir nöqtədə birləşir. Bəli, insanlığa qarşı cinayət işlənmişdir. Təhlildə yazılan cümlələrimizdir. Şair sərbəst şeirin dilimizin zəngin imkanlarından istifadəyə mane olmadığını hər səhifədə nümayiş etdirir. Sərbəst vəzində yazıldığı üçün bu fikir doğrudur. Əsərdə xalqımızın taleyində qara ləkə olan amansız repressiya dövrünün eybəcərlikləri ifşa olunmuşdur. Doğru. Təhkiyyətçi, Füzuli, Natəvan, Sabir, Bayron kimi milli sənətkarların, axı bu Bayron milli sənətkar deyil, ona görə cavabımız olduğu Y variantı. 21-ci test. Cədvələ əsasən verilmiş fikirlərin doğru və yaxud da yanlış olduğunu müəyyənləşdiririk. Qızılgül olmayaydı poeması. Təhkiyyətçi Dilbər xanımdan onu məzəmmət etməyini istəyir. Fikir doğrudur, amma qabağında yanlış yazılıb. Yəni yanlışa üstəgəl qoyulub. Deməli, biz götürmürük. Təhkiyyətçi Dilbər xanımdan ona mərhəmət etməyini istəyir. Əksinə, deyir məni məzəmmət elə. Qabağında doğru üçün üstəgəl qoyulduğuna görə fikir yanlışdır. Təhkiyyətçi Dilbər xanıma ürəyindəki qubarı, dərdi gərək boşaldasan deyərək ilk tanışlığından başlayır. Bu fikir doğru fikirdir, amma yanlışın qarşısında üstəgəl qoyulub. Buna görə bunu da biz çıxdıq. Təhkiyyətçi oxucunu inamını qazana bilmir. Fikir yanlışdır, inamını qazanır, amma doğrunun qabağındadır üstəgəl. Təhkiyyətçi Bakıya yeni gəlməsindən söhbət açır. Təhkiyyətçi Bakıya yeni gəlməsindən söhbət açır. Və bu da yanlışdır. Təhkiyyətçi burada ümumiyyətlə doğru cavab yoxdur. Cavabı B kimi veriblər. Təhkiyyətçi Dilbər xanımdan ona mərhəmət etməyini istəyir. Əksinə, mərhəmət etməyini istəmir. Deyir, bu sükutu poz, məni məzəmmət et. Cavab yoxdur bu testdə. İşarənin, sual işarəsinin yerinə hansı fikir yazılmalıdır? Kişi ömrü fırtınalı, qasırğalı olmur, həzin xatirələri qalır, heç bir acı göynək buraxmır. Deməli, söhbət Çınar ömrü şeirindən gedir. Baxaq, kimsəyə əziyyət dəyməyən ömür istəyir. Doğru. Dibindən bir qaynayan bulaq su qaldı. Aha. Bunu da götürə bilərik, Çınarın dibindən qalır. Nə 7-sinə 40 olur Çınarın. Heç bir kaşkilər buraxmadı. Bəli. Kaşlar buraxmadı. Neçə meydan kölgəsini xatirələrdə buraxdı. Bu doğrudur. Deməli, bütün fikirlərimiz doğrudur. Cavab oldu C variantı. Digərinə baxaq. Nümunədə işlənmişdir. Pəncərədən düşən işıq divardan endi döşəməyə. Deməli, inversiyamız mütləq burada var. 2 cavabda olmalıdır. İnversiya mütləq var burada. Sonra, pəncərədən düşən işıq divardan endi döşəməyə. İşığın divardan döşəməyə inməsi də metafor nümunəsidir. Təşbihimiz yoxdur, epitet və metonimiyamız yoxdur. Cavabımız C variantıdır. Uyğunsuzluğu müəyyən edin. Çınar ömrü. Həzin xatirələrdə qalır, fikir doğrudur. Neçə ulduz yarpaqlaması var idi. Uyğunsuzluğu deyir və bizdən uyğunsuzluğu istəyir. Diqqətli olaq şərtən. Ulduz yarpaqlaması var idi. Quşların qanadlarında dimdiklərində gətirdiyi nəğmələr. Quşların qanadlarında gətirdiyi nəğmələr də var idi. Bu da doğrudur. Qoyunların kölgəsində dincəlməsi fikir doğrudur. Meydan kimi kölgəsinin olması, bəli, neçə meydan deyir kölgəsi vardı. Fikirlərin hamısı doğrudur. Və bizdən uyğunsuzluğu istədiyi üçün doğrudan biz gərək yanlış olardı ki, onu cavab kimi götürək. Yanlışdan, deməli, doğrudan heç nə götürə bilmirik. Yanlışdan isə 2 dənə doğrumuz var və uyğunsuzluq olduğu üçün götürürük. Cavab oldu 3-4. Qızılgül olmayaydı poeması haqqında səhv fikir. Təhkiyyətçi ilə Müşfiqin tanışlığı dostluğa çevrilir. Fikir doğrudur. Sonra vədələşib ayrılan dostların növbəti görüşü gərgin iş günü baş tutmur. Yenə fikir doğrudur və inanırdılar ki, görüşəcəklər, amma alınmır. Müəllifin keçirdiyi ağır hiss və düşüncələrin əks etdirir. Bəli. Repressiya dövrünün sərt üzü, istedadlı yaradıcı insanların işgəncələrə məruz qalması və məhv edilməsi üstörtülü şəkildə nəzərə çarpdırılır. Üstörtülü yox, elə birbaşa bildirilir. Hətta həm qurbanların, həm də onlara əziyyət verənlərin adları çəkilir. Mir Cəfər Bağırovun və s. Təhkiyyətçi Müşfiqin səhər görüşə gəlməməsində özünü günahkar sayır. Bu fikir yanlışdır. Orada özünü günahkar saymırdı. Ümumiyyətlə Müşfiqə niyə
yəni qarşı çıxmadığı üçün günahkar sayırdı. Məzəmmət də etdiyi məqamı da bayaq qeyd elədik. Yəni sustuğu üçün özünü məzəmmət edirdi. 4-5. 26-cı testə baxırıq. Rəsul Rızanın Qızılgül olmayaydı poeması ilə bağlı cədvəldəki doğru fikirləri müəyyən edin. Oxucuların təhkiyəçiyə münasibəti. Diqqət və həssaslıqla qarşılayırlar, doğrudur. Müəllifin özünü günahlandırması onlar üçün gözlənilməz olur, bəli, bu da doğrudur. Şahidlik etdiyi hadisəni danışmağı maraq oyatmır. Bu fikir yanlışdır. Yəni niyə maraq oyatmasın ki? Və bunun variantları bu hissədə verilib. Onlara da görə. Deməli, 1-2 bizim doğru cavabımız hesab oluna bilər, amma 3'ü götürmürük. 3'ü götürməyəndə variantlardan 3 olanları çıxa bilərik. 1-2 isə qalsın. Oxucunun müşfiqə münasibəti. Müşfiqin bir insan kimi böyüklüyünə, bütövlüyünə inam hissi daha da artır, bəli. Oxucunun inamını qazanır. Onlar arasında səmimi ünsiyyət yaranır. Xeyr, ünsiyyət burada maksimum müəlliflə oxucu arasında yarana bilər. Axı biz müşfiqin obrazı yaranmadığı üçün bunu deyə bilmirik. Müşfiq obrazı ümumiyyətlə əsərdə yaradılmayıb. Yəni bu fikir belə götürülür. 5 oldu yanlış. Hamı onu sevir, ona heyran qalır. Bəli. 1, 2, onda 4, 6. Cavab oldu A variantı. Gecə yoxa çıxanları gündüz kim axtarırdı? Təbii ki, burada təzadımız işlənib. Gecə, gündüz yoxa çıxmaq. Və bir haşiyəyə də çıxım. Əgər bir mürəkkəb söz olaraq biz gecə-gündüz ifadəsini görürüksə, hansısa testdə, hansısa bir nümunədə buna təzad deməyəcəyik. Yəni, əks mənalı sözlər mürəkkəb sözün tərəflərini təşkil edirsə, bu ədəbiyyata təzad yaratmaz. Rəsul Rızanın Qızılgül olmayaydı poemasına əsasən uyğunsuzluqları müəyyən edirik. Xarakteri müşfiq, kövrəkdir, bəli, milli mənəvi dəyərlərə bağlıdır. Bunu da doğru götürürük. Yəni bunlar doğrudur. Sonra Lermontovun Deman əsərini tərcümə edir, əməlidir, düzdür. Saxta bir gülüşə aldanan uyğunsuzluq istəyir bizdən. Mikail müşfiq sonra əlavə etdi. Qoçaqsan, qafiyə tapsan. Bu doğrudur. Müşfiqin dediyi sözdür. Təkrar etdi onun sözlərini, oxutar, səni kim unudar. Bu müəllifin təkiyyəsidir və sırf bu cümlələri orada da təkrarlayan qoca neftçi idi. Yəni onlar hər dəfə, hər həftə gedirdilər şeir məclislərinə, zavodlara, fabriklərinə, yəni şeir gecələrinə. Bax, orada səslənəndən sonra müşfiqi çıxır bir qoca neftçi orada qucaqlayır, gözünün yaşını silir və dediyi şeiri, misranı təkrarlayır. Deməli, 6 da uyğunsuzdur, 4 da uyğunsuzluq. Cavab oldu C variantı. Baxaq. Qızılgül olmayaydı poeması ilə bağlı nöqtələrin yerinə yazıla bilməz. Təhkiyyəçi. Yaşlı bir uşağa bənzədilir. Fikir verin, təhkiyyəçi yaşlı uşağa bənzədilən burada təhkiyyəçi deyildi, müşfiqin özüydü. Ona görə 5 elə bizim yazıla bilməyənlərimizin arasında olmalıdır. 5 cavabı da mütləq yəni olmalıdır. Sonra gecə qapısı döyülür, yad bir qonağı tanımadığı üçün vahimələnir. Doğrudur. Şeiri oxuyanda gözlərini yummaq şakəri var idi. Bu, müşfiqə aid olan cəhətdir. Deməli, yazıla bilməz. 2-ni götürdük. Dilbərin gözlərində nifrət, sözlərində hiddət gördüyünü və qəzəbin onun üstünə atmağı, ancaq sükutu kəsməyi istəyir. Bəli. Xatirələr əsasında müşfiq oxucu üçün canlandırılır. Bəli, bu da doğrudur. Deməli, 2 və 5 bizim uyğunsuzluğumuz. Çınar ömrü və Qızılgül olmayaydı poeması üçün hansı fikir ortaq götürülsə də, deməli, bunların ikisi üçün ortaq. Məsələn, sərbəst vəzində yazılmaqları və s. Qızılgül olmayaydı və Vaqif bədii əsərləri üçün ortaq götürülə bilməz. Nəzmlə yazılmağı ortaq götürürlər. Çünki Vaqif də nəzmdir. Lirik ünsürdən istifadə ikisində də var. Azərbaycan şairlərinin adları çəkilir. Vaqifdə də var, o digərində də müşfiqdir. Milli mənəvi dəyərlərə üstünlük verilib hər ikisində. Nə əruz, nə də heca vəzində yazılıb. Axı Vaqif əsəri hecada yazılıb. Deməli, bizim cavabımızdır. Və sonuncu testimiz. Qızılgül olmayaydı səsli qız bədii əsərləri üçün ortaq götürülə bilsə də, Qızılgül olmayaydı və Dağlar deməli şeir əsəri üçün ortaq götürülə bilməz. Müəllifin özünü məzəmmət etməyi bu götürülə bilər. Yəni var. Hər ikisində. Dağlarda da var idi özünü məzəmmət. Ölsünə əsgər tək qulların dağlar. Epik təhkiyə geniş yer verilib. Dağlarda belə məqam yoxdur. Deməli, bu götürülə bilməz. Digərlərinə də baxaq. Nəzmlə yazılmağı doğrudur. Bədmin ruh hakimdir. 2-ci dağlarda var. İnsanlığa qarşı cinayət işlənilir. Bəli, hər ikisi üçün ortaq götürülə bilər. Dağlar qoşmasında da eyni məqam var. Belə, ümid edirəm ki, sizlər üçün testlərin izahları çox faydalı oldu. Sizinlə mən idim, Aytaç müəllimə. Belə izahların ardının da gəlməyini istəyirsinizsə, kanala abunə olub, bəyənməyi unutmayın. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.